Herkese salam, Asan Texno kanalına hoş gəlmisiniz. Bugün sizlərə bir əməliyyat sistemi haqqında məlumat verəcəm və yüklənmə qaydasını göstərəcəm. Əməliyyat sistemi özü Windows XP-dir. Sadəcə bunun fərqi odur ki, Gold versiyasıdır, Gold Windows XP 2016. Bu Windows XP'nin normal obrislərindən fərqi ondan ibarətdir ki, bu öz içərisində həm driverlərini, həm temalarını, bütün driverlər içərisində var. Video, səs, flash kart, internet, bütün hamısı var. Bundan əlavə öz içərisində uzaqdan kompüter bağlantısı da mümkündür. Bunun üçün ayrıca proqram yüklənib, onun driveri də yüklənib. Sonra məsələn Windows XP-lər var, Net Framework proqramı işləmir onlarda, amma Gold XP 2016 əməliyyat sistemində Net Framework da işləyir. Windows USB 2.0 versiyada olan proqramı da mümkündür. Bunların içərisində daha doğrusu Windows XP özü çoxdanın versiyasıdır. Bunu daha gözəl versiyaya salıb, gözəlləşdirib, həm proqram cəhətdən, həm temalar cəhətdən bunu düzəldiblər. İndi mənim bunun ISO faylı mənim əlimdədir. Mən bunun yüklənmə qaydasını da göstərəcəm sizə. Bunun yüklənmə qaydasını mən VirtualBox üzərindən göstərəcəm. DirectX 9.0 Visual C proqramları, Visual Basic versiya 1, 2, 3, 4 Beləncə, bunların hamısı var. Adobe Flash Player də var. Bütün driverlər dediyim kimi yüklənib. XML Core servislər yüklənib. Web folderslər də var. Yəni, istədiyiniz qədər normal, məsələn, Windows 10-da deməyim, Windows 7-də işlətdiyiniz bütün proqramları elə bir vəziyyətə gətiriblər ki, yəni Windows XP-də də işlədə biləsiniz. Bu Windows XP-nin mən Gold Windows XP 2016 əməliyyat sistemini videonun açıqlama hissəsində linkini verəcəm. İstəsəniz oradan yükləyə bilərsiniz. Artıq start düyməsini bastım. İndi Gold Windows XP yazılmağa başlayacaq. Burada məndən ISO faylın seçilməsini istəyir. Mən də ISO faylını indi seçəcəm. Bayaqda qeyd edədiyim kimi bu Windows XP-ni mən aşağıda linkini verəcəm. Oradan siz əldə edə bilərsiniz, yükləyə bilərsiniz. Start deyirəm. Artıq video başlayır. Normal Windows XP qurulum qaydası. Gördüyünüz kimi əməliyyat sistemi özü ingilis dilindədir. Onu axtardım mən. Azərbaycan dilini ümumiyyətlə tapmaq mümkün deyil. Türk dilindən də baxdım. Sadəcə belə bir şey var. Dil paketləri var. Məsələn, deyək ki, bu əməliyyat sistemini yüklədiniz. İstəyirsiniz ki, bunu Azərbaycan dilində işlədəsiniz. İnternetdə Azərbaycan dil paketi var. Yəni, o dil paketini yükləyib istədiyiniz kimi işlədə bilərsiniz. Mən bəzi məqamlarda videonu durduracağım. Yəni, siz ola bilsin ki, bunu görməsiniz. Çünki video çox uzun çəkməsin. İndi Windows'un setup faylları yüklənir. Formatlama işi ilə gedir. Hard diskin içini təmizləyəcək. Bunu qurtardıqdan sonra artıq əməliyyat sistemi yüklənməyə başlayacaq. Artıq formatlama işi qurtardım. İndi əməliyyat sistemi yüklənməyə başlayır.
Bu yuxarıda mərkəz tərəfdə gördüyünüz kimi bu Windows XP-ni hazırlayan öz telefonunu, adını, e-mailini də qoyub. Yuxarıda bizə yazır, zəhmət olmasa gözləyin. Bu setup Windows'un qurulmasına bizə kömək edən setup driverləri kopyalayır. Görürsünüz orada kağızlar, temalar, onları kopyalayır hal-hazırda. Sağdan aşağıda da copying 2 nöqtə yazısına fikir verin. O Windows əməliyyat sisteminin şeyləridir. Driverləri var içərisində, deleli faylları var. Onları yükləyir. Mən burada videonu durduracağım, video uzun çəkməsin deyə. Növbəti mərhələ başlayanda artıq mən videonu başlatmış olacağım. Artıq 99% yükləndi. Demək olar ki, işimizin yarısı getdi. İndi növbəti mərhələyə keçib kompüter təzədən başlayacaq. İndi bu kopyalanan faylların kompüterə yüklənməsinə keçib. Visual C proqramları yüklənir. Microsoft'un Visual C bu Visual C daha çox oyunlarda istifadə elədiyimiz şeylərdir. Elə oyunlar var ki, belirli faylları götürməkdən aşıqla verir. O aşıqları aradan qaldırmaq üçün Visual C proqramlarını təzədən yükləyirik. İndi onlar yüklənir. Mən bəzi yerlərdə videonu dayandıracağım. İndi proqramlar yüklənir. Adobe Flash 1 artıq yüklənməyə başlayıb. Bu proqramların yüklənmə menüsünə bir mahnı da əlavə ediblər. Bu əməliyyat sisteminin yaradıcısı tərəfindən. Burada aşağıda görürsünüz. Media Player əlavə ediblər. Onu istəsəniz durdura da bilərsiniz, başlada da bilərsiniz. İndi götürsək 1 saat vaxtımızı apardım. Proqramlar içərisində oyunlar da var. Daha çox Android telefonlarda oynadığımız oyunlar da var. Kompüter yandı, təzədən başladım. Əməliyyat sistemi açılmağa başlayır.
kompüterin özüne gelmesini gözleyerek. Burada yüklenmiş programları görürsünüz. Cleaner'de, Mozilla Browser'de, Windows Media Player, MAdmin programı, uzak kompüter bağlantısını bu program vasıtasıyla Subway Surf, Android telefonlarda oynadığımız oyunlardan biridir. Antivirüs da bunun içerisinde var. Yani birçok programlar var. Ben video daha da uzun çekilmemesi için elimden gelen elədim. Ama video biraz uzun çektim. Ona göre bu programları ben göstermeyeceğim. Siz özünüz bir video okuyup nəzərdən keçirə bilərsiniz bunları. Temalar da var. İçərisində səhv eləmirəmsə ona yaxın tema var. Kompüterin ravoyucu stolu bu cür görsənir. Yəni yaxşı bir tema. İstəsəniz bu M-Sadim yazısını buradan silib müxtəlif bir ad yaza bilərsiniz. Deyəcəklərim bu qədər. Gold Windows XP əməliyyat sistemi haqqında danışdım bugün. İnanıram ki videomu bəyəndiniz. Videoların ardının gəlməsi üçün kanala abunə olmalı, videoları bəyənməyi, kanala olan dəstəklərinizi əsirgəməyin. Sizin dəstəkləriniz sayəsində inşallah kanalı daha da inkişaf elətdirəcəm. Videoların sayını daha da çoxaldacağam. Ümumiyyətlə çalışıram ki, hansısa mövzular ətrafında danışım. Bu mövzumuz əməliyyat sistemləri haqqında idi. Daha çox köhnə kompüterlərdə istifadə eləyə biləcəyimiz əməliyyat sistemləri var. Əlimdən gələn eləyirəm. İnşallah siz də videoları bəyənərsiniz. Deyəcəklərim bu qədər. Kanalı bəyənib, kanala abunə olub, videoları bəyənməyi unutmayın. Gələn görüşlərə qədər.